Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 25 iyun 2026-cı ildə müəllimlərin sertifikasiya imtahanına düşən Azərbaycan dili sualları haqqında danışacağıq. Kanala abunə olaraq paylaşılan bu tipli videolardan davamlı olaraq faydalana bilərsiniz. Eyni zamanda bizim dərslərimizlə maraqlanan ibtidai sinif müəllimləri 055 418 82 02 nömrəsi ilə müraciət edərək, əlaqə saxlayaraq sentyabr ayından başlayacaq yeni qruplarımıza indidən qeydiyyata düşə bilər. Hal-hazırda müraciətlər gəlir və biz sentyabr ayı üçün qeydiyyatlar götürürük. Qrupların vaxtı müəyyənləşir. Siz də əgər sentyabrdan hazırlıqlara başlamaq istəyirsinizsə, müraciət edə bilərsiniz. Birinci sualda deyir ki, qoşa samitli sözlərin hansının tələffüzü ilə yazılışı arasında fərqi yoxdur. İmtahanda fonetika ilə əlaqəli bu sual düşüb. Rəssam sözü yazıldığı kimi tələffüz olunur. Doğru cavab elə rəssamdır. Əlbəttə sözü əlbəttə kimi tələffüz olunur. Hoppanmaq sözü hoppanmaq kimi tələffüz olunur. 8 sözü səkkiz kimi tələffüz olunur. Bu sözlər düşüb imtahanda. Doğru cavabımız da A variantı rəssamdır. Necə yazılır? O formada tələffüz olunur. Növbəti bir sual. Buraxılmış durğu şairələrini bərpa edin. Durğu şairləri ilə bağlı bir sual olub. Gorki demişdir, qoşa nöqtə, fikir qarşıda davam eləyir, dırnağı açırıq və dırnağı bağlayırıq. Mən bu səviyyəyə çatmağıma görə kitablara borcluyam. Doğru cavab variantını dedilər ki, mən nöqtə mən özüm qoymuşam. Qoşa nöqtə, dırnaqlar və nöqtə. Belə bir doğru cavab olub. Yəni, çox sadə bir durğu şairəsi sual olub sertifikasiya üçün. Növbəti sualın birində sintaktik təhlil istəyir. Sintaktik təhlil ilə əlaqəli 2 cümlə var idi. Bəlkə də 2 test imiş ayrı. Aydanın bu taxtağı saatdan xoşu gəlirdi. Biz öz dərslərimizi dəfələrlə qeyd eləmişik. Təhlil eləyərkən xəbərdən başlayırıq. Baxın, xoşu gəlmək frazeoloji birləşməli xəbərdir. Sonra baxıram ki, aydanın burada yiyəlik hal var. Və hər bir yiyəlik halın mütləq mənsubiyyət tapılmalı cümlədə. Aydanın xoşu. Deməli, aydan xoşudan ayrılmır. Xoşu da gəlməkdən. Xoşu gəlirdi xəbərdir. Deməli, aydanın xoşu gəlirdi. Bütövlükdə olacaq xəbər. Yiyəliyin frazeoloji birləşmə ilə birləşdiyi məqamdır. Burada doğru cavab təkcə xəbərdən ibarətdir. İkinci cümlə isə kimsə nələr çəkdiyimi bilməz. Bilməz kim? Kimsə. Nəyi? Nələr çəkdiyimi. Bu da d qısa mənsubiyyət fe'li sifət şəkilçisidir. Fe'li sifət tərkibi ilə ifadə olunmuş tamamlıq var. Bilməz xəbər, kimsə mübtədadır. Burada doğru ardıcıllıq, mübtəda, tamamlıq, xəbər olacaq. 2 sintaktik təhlil cümləsi düşüb. Onlarda gördüyünüz kimi sadə cümlələrdir, çətin bir sual yoxdur. Daha sonra, hansı sözdə bütün fonetik hadisələr baş verir? Bu tipli bir sual müəllimləri çaşdırıb. Ümumiyyətlə, biz fonetik hadisə dediyi zaman əsasən səs düşümü, səs artımı və səsin dəyişməsi, samitin və ya saitin fərqli tələffüz olunmasını götürürük. Digər tərəfdən fonetik hadisələrdən biri də sözün uzanmasıdır. Dahiyanə, burada dəyişmə yoxdur. Söz necə yazılırsa o formada tələffüz olunur. Sadəcə 2 uzanma var. Dahiyanədə hər 2A uzanır. Müəllimlik sözündə, baxın, tələffüz olur müəllimlik formasında. Burada düşmə və ya artma yoxdur. Sonra, müəyyənləşdirmək sözü də eyni haldır. Ü-ə birləşməsi düşmə baş verməyəcəyi üçün burada müəyyənləşdirmək formasında olur. Təəccüblə sözünün tələffüz forması olur təəccübnən formasında. Burada fikir versəz, həm düşmə var, həm artma var, səs düşümü də var, səs artımı da var. Sonra samitin elin enə keçməsi də var, yəni sait dəyişimi də var. Daha sonra səsin uzanması da var. Yəni fonetik hadisələrin hər biri özünü göstərir. Növbəti sualda deyib ki, aşağıdakı sözlərdən hansılar mücərrəd mənalı düzəltmə isimlərdir? Düzəltmə olmağını yoxlamaq lazımdır. Dost, dostluq, yaxşı, yaxşılıq. Burada variantların arasında xoşbəxtlik sözü də olub. Xoşbəxtlik. Bunu qarışdırmaq olmaz. Xoş bir kökdür, bəxt ikinci kökdür. Lik leksikdir. Burada 2 dənə kök olduğuna görə xoşbəxtlik sözü mürəkkəbdir, düzəltmə deyil. Ona görə xoşbəxtliyi götürmək olmazdı. Sonra 2 əməli yazı sualı olubdur imtahanda.
Biri budur. Ərizə yazarkən kimə ünvanlandığını vərəqin hansı hissəsində qeyd olunur? Burada ərizə ilə bağlı çox rahat düşüb. Ərizədən öncə vərəqin baş tərəfindən sağ hissədə nə yazılır? Yazılır ki, bu kimə ünvanlanır? Kim tərəfindən yazılır? Bu da vərəqin sağ yuxarı küncündə yazılır. Doğru cavabımız bu formada olacaq. Növbəti əməli yazı sualımız isə hansı əməli yazı növləri müraciət edənin öz xətti ilə yazılır? Bu da ərizə və izahat əməli yazı növləri ki, kim yazırsa öz xətti ilə yazmalıdır. Bu da gördüyünüz ki, olduqca sadə əməli yazı sualıdır. Növbəti suallardan biri eyni köklü sözlərlə bağlı olub. Eyni köklü sözləri müəyyən edin. Yazmaqdan yazdırmaq, yazmaqdan yazışmaq, yazmaqdan yazılmaq. Hər üç sözün kökü yazmaq feilidir və hər üç sözdə leksik şəkilçi var. Eyni köklü söz əmələ gəlir. Digər cavab variantlarında zamana görə dəyişmə var idi. Məsələn, deyir yazırdı, yazmışam. Bu tipli sözlər olub. Yazmaq kökdür, ırdı, qrammatik. Sadə söz eyni köklü olmaz. Mışam. Burada yenə sadə söz eyni köklü olmaz. Eyni köklü sözün qaydası nədir? Söz quruluşca düzəltmə olsun və kökü eyni bir mənanı verən eyni söz olsun. Növbəti sualda qoruqluq sözünün fonetik təhlillə bağlı fikir istəyir. İndi yanlış yazmışam burada. Dəqiq bilmirəm. Yanlışı mı deyir, doğrunu mu deyir? Sözün tələffüzü olacaq qoruqluq formasında. Deməli, bəndlərdə kar cingiltili sametin sayını soruşur. Deməli, baxıram G, R, L. Burada 3 cingiltili X, X. 2 dənə də kar var. Sonra saitlərə baxıram. O, U, U. 3 sait var. 3'ü də qalındır. Bu qalın saitlərdən ikisi açıq. İkisi açıqdır. Daha sonra ikisi qapalı. U, U. Qapalı. Biri açıqdır. Sonra 3'ü də dodaqlanır. 3'ü dodaqlanandır. Yəni incə sait yoxdur. Deyilişi ilə yazılışı arasında Q'lər X'yə keçir. Deyilişi ilə yazılan iki fərqli məqam var. Bu tipli təhlil edirik. Vurğu sonuncu hecəyə düşür. Yəni buna müvafiq doğru cavabı müəyyənləşdirmək olardı. Sadə bir sözdür. Sonra növbəti sualda sıra saylarını müəyyən edin sual olub. Bu da rahat bir sualdır. Biz bilməliyik ki, sıra sayları ıncı, inci, uncu, uncü leksik şəkilçisi ilə əmələ gəlir. Bu şəkilçi ilə sıra saylarını müəyyənləşdiririk. Daha sonra mətn tapşırıqları olur. Bu suala keçmədən öncə bir daha qeyd edirəm ki, bizim sentyabr ayından başlayacaq qruplarımıza qoşulmaq istəyənlər 055 418 82 02 nömrəsi ilə bizə WhatsApp-dan yazıb müraciət edə bilər. İlk qruplar üçün artıq müəllimlər qeydiyyata keçə bilər. Dərslər həftədə 3 dəfə olur. Bu 3 dərsin biri sırf olaraq mətnlərin canlı yayımda izahıdır. Digər ikisi də mövzuların sırayla tədrisi və təşkilidir. Tam ətraflı məlumat üçün 055 418 82 02 nömrəsindən yaza bilərsiniz. Deməli, ilk mətnimiz Dovşan və Kirpi mətnidir. Dovşan kirpiyə deyir ki, sən tikanlısan, sənin tikanların maneədir. Amma mənim xəzim elə yaxşıdır ki, çox yumşaqdır. Kirpi deyir ki, mənim tikanlarım məni canavarın dişlərindən qoruyur. Ona görə də mənə xoşdur tikanlarımın olması. Mətnlə bağlı uyğun fikri müəyyən edin. Mənə xeyirli olan mənim üçün daha yaxşıdır. Ehtiyat igidin yaraşığıdır. Deməli, bu sualları mətni daha doğrusu 60-dan 58 bal toplayan tələbəmdir. Onun səsinə əsasən qeyd eləmişəm. Burada göründüyü kimi ehtiyat igidin yaraşığıdır. Burada igid ehtiyatlı davranmır. Sadəcə onun anadan gəlmək bir kirpidir, oxu var. Yəni, xüsusi ehtiyatlı davranmır. Sadəcə, mənə xeyirli olan mənim üçün daha yaxşıdır. Kirpinin tikanı olması ona xeyirdir. Onu canavardan qoruyur. Deməli, onun üçün daha yaxşıdır. Ona görə doğru cavabımız burada olacaq. A variantı. Daha sonra 3 dənə bulaq haqqında mətn var idi. 3 sual bu mətnlə bağlı idi. Mətn belə idi. Şuşa Laçın yolunun üzərində Turş su adlı bulaq var. Turş su insanlarda böyrək və qan azlığı xəstəliyinin müalicəsində əhəmiyyətlidir. Həmin bulaqdan aşağıda Laçın şəhərində ikinci bulaq var idi, Dəmir bulaq. Bu bulağın suyundan da qan xəstəliyinin müalicəsi üçün istifadə olunur. Bulaq çox əhəmiyyətli ərazidə yerləşir. Üçüncü bulaq isə Şırnaq bulağı adlanır. Şırnaq bulağı bu 3 bulağın ümumi cəmi hesab olunur. 32 km uzunluğundadır. Bu bulağın Şuşaya çəkilməsi ilə Şuşanın daha əhəmiyyətli kurort zonası olmasına şərait yaratmışdır. Deməli, suallardan biri ehtimal, doğru, yanlış ehtimal testi idi. Bunlardan hansı mətnə görə demək olmaz?
Bir də doğru yanlış ehtimal testidir. Deməli, mətnə görə demək olmaz testinə biz nə deyə bilərik? Mətnə əsaslanırıq. Mətndə bizə nə verirsə, ona əsasən cavab veririk ki, mətnə əsasən nəyi demək olar, nəyi demək olmaz. Digəri də doğru yanlış ehtimal. Məsələn, doğruda deyir ki, bulağın uzunluğu 30 kilometrdən çoxdur. Bunu bu hissədə yazıb. Bəli, 32 kilometr uzunluğundadır. Deməli, bunu doğru götürə bilirik. Daha sonra ehtimalda belə bir bənd verilib ki, bu bulaqların ikisi qan xəstəliklərinin müalicəsi üçün əhəmiyyətlidir. Amma burada baxıram ki, turş su yazanda deyir ki, turş su qan azlığı xəstəliyini, yəni qan xəstəliyi üçün önəmlidir. Daha sonra dəmir bulaq haqqında deyir. Deyir, dəmir bulaq da qan xəstəliyinin müalicəsi üçün istifadə olunur. Demək ki, bu doğru fikirdir. Bunu ehtimalın altında yazmaq olmaz. Ona görə 6 yanlışdır. Bu formada bütün bəndləri çatdırmayıblar. Çatdırdıqları qədər əlimdən gəldiyi kimi düşən mətnlər və fikirlər barədə məlumat verirəm. Daha sonra növbəti arı haqqında, arının faydaları haqqında mətn idi. Tələbənin dediyinə görə olduqca rahat bir mətn idi. Arının müsbət keyfiyyətləri verilmişdi və elə cavabda da müsbət bir tərəfini götürürdü. Çox rahat mətn idi bu mətn. 14. Növbəti mətn deyir ki, bir gün mollanın dostu qonaq gəlir. Mollanın evinə girən kimi başlayır eşşəyə döyməyə ki, üstünə nə iç qoydum götürmədin. Mollanın yanına əli boş gəlib xəcalətli oldum. Molla dostuna deyir ki, eşşəyə döymə, gətirməyə gücü çatmayıbsa, nəsə aparmağı da gücü çatmayacaq. Evə gələn qonaq haqqında hansı xüsusiyyəti demək olar? Belə bir sual var idi. Paxıl, xəsis, mehriban, əlaçıq. Təbii ki, deyir, nə yük qoydum götürmədin. Deməli, bu nəsə yük qoymayıbdır əslində. Sadəcə xəsis deyilib, heç nə gətirməyib. Qonaq deyib ki, gətirməmsənsə aparmayasın. Yəni, mən də sənə heç nə verməyəcəm. Ona görə doğru cavabımız olacaq xəsis B variantı. Növbəti mətn, ölü dənizin duzlu olmasının səbəbi buxarlanmanın yüksək olmasıdır. Su buxarlanır, amma duz buxarlanmadığı üçün dənizin suyu çox duzlu olur. Buna görə də canlıların, yəni balıqların və yosunların yaşaması üçün əlverişsizdir. Mətnə əsasən aşağıdakıların hansını demək olmaz. Buxarlanma ərazinin hansı iqlim qurşağında yerləşməsindən asılıdır. Belə bir variant var idi, amma deyir mətndə heç bir iqlim qurşağı haqqında məlumat getmirdi. Doğru cavabımız bu formada olacaq. Daha sonra yenə bir mətn sualı var idi. Mətndə işarələnmiş sözlər verilmişdi. Yaz, daş, bəzən, hava, göy və ya bəzən də ola bilər bu. Amonimli xüsusiyyəti olan hansı işarələnmiş söz mətndəkindən fərqli mənada işlənib? Və bizə verilən mətndə daş sözü isim kimi işlənilir. Yəni yerdəki daş, çay daşı mənasında. Amma verilən cümlə çayların daşması və ya daşan çay, daşmaq feili olub. Daş isim kimi verilib mətndə. Verilən nümunədə daşmaq feil olub. Demək ki, daş sözünün amonimliyi haqqında bizə məlumat verilir bu sualda. Elə 16 sual təxminən qeyd eləmişəm. Bəli, davam yoxdur. Ümumilikdə desək, qayda sualları olduqca rahat düşüb. Yəni, hər bir hazırlaşan müəllim rahat bir formada yazmalıdır. Mətn sualları ayın 25-də olan imtahanda olduqca çox olub. Təxminən 8-10 mətn düşüb. Ayın 23-də olan imtahanda cəmi 4 mətn var idi. Ayın 25-də olan imtahanda təxminən 10 mətn var idi. Daha sonra ayın 23-də olan sertifikasiya imtahanında əməli yazı nümunələri yox idi. Ayın 25-də olan imtahanda 2 əməli yazı nümunəsi testi var idi. Yəni, əsas fərqləri deyirəm sizə. Yəni, bir imtahanı bu formada, bir imtahanı digər formadadır. Birində mətn azdır, o birisində mətn çoxdur. Yəni, xüsusilə dünənki imtahanda mətnlərin çoxluğu və çətinliyi barədə müəllimlərimiz şikayət eləyir. Daha doğrusu, bizimlə hazırlaşan müəllimlərdə vəziyyət superdir. Hardasa 5 müəllim var ki, 25 Azərbaycan dili sualından 25 düz yazıb. Yəni, hər birini doğru yazıb. 24-23 yazanlar olduqca çoxdur. Çox şükür, bizim ilin əvvəlindən hər həftə mətnlərin canlı yayımla izahını təşkil elədiyimizə görə müəllimlərimiz mətnlərə çətinlik çəkməyib. Çox rahat yazıblar. Amma ümumilikdə səviyyə mətnlərdə çətin olub. Qaydalarda asan olsa da mətnlərə çətin olub. Bunun üçün ilin əvvəlindən yaxşı hazırlaşmaq lazımdır. Əgər siz də növbəti illərdə sertifikasiya və MİQ-ə hazırlaşacaqsa, bizim dərslərimizə qoşula bilərsiniz. 055 418 82 02 nömrəsi ilə əlaqə saxlamağı unutmayın. Kanala abunə olun. Sağ olun. Növbəti izahlarda, növbəti videolarda görüşərik.